BP şirkəti Azərbaycan incəsənət tarixinin ən görkəmli simalarından biri, Azərbaycan Realist Rəssamlıq Məktəbinin banisi Mirzə Qədim İrəvani haqqında kitabın nəşrinə dəstək verib. Böyük rəssamın anadan olmasının 200 illik yubileyinə həsr edilmiş kitab bugün BP-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində dövlət və ictimaiyyət nümayəndələri ilə yanaşı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri millət vəkili Əzəl Əkbərli, eləcə də icmanın digər struktur rəhbərləri və üzvləri də iştirak ediblər. Mirzə Qədim İrəvani, Parlaq rənglərin işığında adlı kitabın nəşri Azərbaycan prezidentinin Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilib. Kitab sənətkarın həm ornamental rəssam, həm də portretçi kimi bədii irsini əhatə edən geniş icmal təqdim edir. Nəşrdə onun həyatına və yaradıcılıq yoluna dair mühüm tarixi məlumatlar da yer alıb. Kitabda eyni zamanda Mirzə Qədim İrəvaninin beynəlxalq muzey kolleksiyalarında qorunan əsərlərinə dair tədqiqatlar, saray interyerlərini bəzəyən sənət nümunələrinin təhlilləri, eləcə də onun bədii irsinin təkamülü və müxtəlif interpretasiyalarını araşdıran elmi məqalələr toplanıb. Bu materiallar bütövlükdə mühüm elmi və mədəni mənbə kimi dəyərləndirilir. Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcmasının rəhbərliyi, eləcə də Qərbi Azərbaycandan olan ziyalılar kitabın Qərbi Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə mühüm töhfə verdiyini vurğuladılar. Qeyd edək ki, 224 səhifədən ibarət yüksək poliqrafik keyfiyyətlə hazırlanmış İncəsənət və Elmi Tədqiqat nəşrinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Doçent Nərgiz Cabbarlıdır. Söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov tərəfindən qələmə alınıb. Kitabda həmçinin Mirzə Qədim İrəvaninin irsini müxtəlif dövrlərdə araşdırmış bir sıra tanınmış alimlərin tədqiqatlarından da istifadə olunub. Onların sırasında Azərbaycanın görkəmli sənətşünası, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru mərhum Ziyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov, Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov və digər tədqiqatçıların da adları yer alır. Lamiyə Rövşən qızı Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.